Mən ilgin zaman bu meyxanamı böyük qardaşımız Oğru Quluya və eləcə də bu yolda əziyyət çəkən, əziyyətdə olan bütün qardaşlara həsr edirəm. Əvvəlcə privet varam, yaxşılar üçün salam, göndərirəm zindana, özünü tanıyan oğlana. Bu haq yolunda əlbət, çox olan çəkir əziyyət, bu yol tanışdır bizə. Mən də başlayım sözə, əsr söz icadıyla, yaxşıların adıyla. Böyük qardaşımız var, 21 il dördü var, görməyir bəs bir oğru, Səlifov nadir oğru, adını tan daşıyıbdı, tərtəmiz yaşayıbdı. Bu kimi tanınıb bizə, icra veribdir güzəl, içərdə qardaşlara, dostlara, sirdaşlara, mehriban insanlara, tərtəmiz oğlanlara, həmişə əl uzadıldı, hər köməklə satıldı. Böyük qardaşımızdır, ağrımaz başımızdır, qulunun düzdür yolu, tanınmaz oğrudur qulu, adını tanımayaq gərək, həmişə fəxrlə deyək, bu yol çətindir çətin, qardaşların hörmətin, borcumuzdur saxlayaq, onlara bel bağlayaq. Bu oğru aləmində, qardaşların cəmində, namiqində öz adı, vardı tərtəmiz adı, onun da söhbətləri, bu yolda əziyyətləri, tanınmaz əsmir zaman, ağlımızdadır hər an, yaşama riskiyimiz var, eyləyirik iftixar, həmişə oğruyumuzla, yaradıb həmişə imkan, özünü tanıyan oğlana, əl tutub çox insana, həyat macərasında, oğruların arasında, Sumqayıt Arif də var, çox çəkibdir dərd bu var, tanınmazdı adsani, həmişə sağ olsun canı, oğrunun qıratvası, var bu yolda imzası, xeyli yaxşı oğlanın, heç əsirgəməz canın, yolu təmiz gedənlər, hər sözü düz deyənlər, qıratvalardan deyil, ziyanın adını qeyd edir, o da öz növbəsində, krici türməsində, əzablı əziyyətdədir, neçə il sürməkdədir,
harda qalandır, yaxşıya fərqi yoxdur. Sonda bıratma çoxdur, işi bitəcək zalimin. Adını çəkmədim kimin, üzülü saysın məni. Bıratma çoxdur yəni, ay yaşasın bıratma. Sayı azalmasın əsla, bırak kimin oğlanların. Bu cür qəhrəmanların, dünyadan köçənlərə, yolla ölənlərə Allah rəhmət eyləsin, yerini cənnət eyləsin. Ölən hər bir oğrununu. Bu da axırıdır mövzunun.